Əziz əqrəblər və yüksələn əqrəblər, 2025-ə vidaya sayılı günlər qalarkən, artıq gözümüz yavaş-yavaş 2026 ilə çevrilir. Qarşınızda önəmli planet keçidlərinin olduğu, hərəkətli və müəyyən edici bir il var. Bu il göy üzündə baş verəcək dəyişikliklər xəritənizin hansı sahələrini hərəkətə gətirir? Şansı hardan alacaqsınız? Jüpiter hansı evlərinizdən keçərək həyatınıza bərəkət qatacaq? 14 fevralda Satürnün Qoç bürcünə keçməsi hansı mövzularda məsuliyyət, sınaq və ciddiyyət gətirəcək? Tutulmalar həyatınızda hansı qapıları açır? Hansı sahələrə artıq bura daha çox fokuslanmalısan deyir? Yeni ay və dolunaylar sizi nə zaman hərəkətə gətirəcək? Gəlin hamısını addım-addım danışmağa başlayaq. Jüpiter, səyahət, təhsil və ardınca karyera səhnəsi. Əvvəlcə Jüpiterdən başlayaq. Sevinci, böyüməni, fürsət və bolluğu təmsil edən Jüpiter hazırda sizin səyahət və ali təhsil sahənizdə irəliləyir. 2025-in yayından 2026-nın yayına qədər həyatınızın bu hissəsini genişləndirir. Əgər tələbə bir əqrəbsinizsə, bu dövr öyrənməkdən zövq almaq, yeni biliklər kəşf etmək, fərqli sahələrdə özünüzü inkişaf etdirmək, müəllimləriniz və dostlarınızla yaxşı münasibətlər qurmaq baxımından son dərəcə məhsuldar bir zamandır. Məktəb tərəfdən şansınız açıq ola bilər. Təqaüd imkanları, dəstək, üstün şərtlər gündəmə gələ bilər. Xaricdə oxumağı, təhsil almağı planlayırsınızsa, bu il lazımi icazə, imkan və fürsətlərə daha asan çata bilərsiniz. Ticarət fəaliyyətləriniz varsa, Jüpiterin bu keçidi ixrac, turizm, beynəlxalq bağlantılı işlər, səyahət mərkəzli işlər, hüquqi proseslər kimi mövzularda üzünüzü güldürə bilər. Davanız varsa, nəticələrinin lehinizə dönmə ehtimalı yüksəkdir. Bu baxımdan xüsusilə 3 yanvar və 6-9 iyun tarixləri ön plana çıxır. Gözəl xəbərlər, müsbət inkişaflar, yeni insanlarla tanışlıqlar gündəmə gələ bilər. Yeni dil öyrənmək, fərqli mədəniyyətlərlə iç-içə olmaq, səyahətlərdən qazanc əldə etmək baxımından da dəstəklənirsiniz. Bəzən gəzərkən pul qazanarıq, bəzən də etdiyimiz iş bizə bol-bol yol getmə imkanı verir. Bu tip fürsətlər də qarşınıza çıxa bilər. Media, turizm, universitet mühiti, təhsil-öyrətim sahəsi ilə məşğul olan əqrəblər bu dövrdə özlərini daha üstün və avantajlı hiss edə bilərlər. Bura eyni zamanda gələcəyə açılan qapınızdır. Daha az tanıdığınız insanlar, xaricilər, yeni çevrələr sizə önəmli fürsətlər gətirir. Və bu fürsətlərin bir qismini 30 iyundan sonra karyera sahənizə daşıyacaqsınız. 30 iyundan sonra karyerada böyümə və status dəyişikliyi. 30 iyundan sonra Jüpiter karyera və toplum önü sahənizə keçir. 2027-nin yayına qədər olan dövrdə peşənizdə daha görünən olmağınız, titul və status qazanmağınız, pillələri normaldan daha sürətli qalxmağınız, gördüyünüz işlə tanınmağınız çox daha mümkün hala gəlir. Patronlarla, rəhbərlərlə münasibətləriniz güclənə bilər. Toplum önündə duruşunuz möhkəmlənir. Kalabalıq mühitlərdə özünüzü göstərməyə, adınızı duyurmağa daha həvəsli ola bilərsiniz. Orqanizasiya, idarəçilik, liderlik tələb edən işlərdə hər şeyi kontrol edən, amma eyni zamanda çox yaxşı təşkil edən tərəfiniz ön plana çıxa bilər. Sənətlə məşğulsunuzsa, rəhbərlik edirsinizsə, siyasətə marağınız varsa, əyləncə sektoru, təhsil, birja, spekulativ sahələrdə işləyirsinizsə, bu dövr daha çox fürsətlərlə qarşılaşa biləcəyiniz bir zamandır. Evlilik arzusu olan əqrəblər üçün də ilin ikinci yarısı olduqca diqqət çəkicidir. Status dəyişikliyi, evlilik qərarı, gözlənilən təklifin gəlməsi, ailələrin işə qarışması kimi proseslər aktiv ola bilər. Evlisinizsə, xüsusilə həyat yoldaşınızın ailəsi üzərindən şans tuta bilərsiniz. Yoldaşınızın ailəsi ilə münasibətlərin düzəlməsi, aradakı soyuqluğun yumşalması, bir-birinizə daha çox dəstək olma hallarının artması gündəmə gələ bilər. Amma burada xüsusilə 20 iyul ətrafına diqqət etməlisiniz. Bu tarixlərdə, ailəvi mövzularda, karyera ilə bağlı atılacaq addımlarda, evlənmə, köçmə, iş dəyişimi kimi böyük qərarlarda gücü yanlış istifadə etməyə, gərəksiz zorlamalara, qarşıdurmalara açıq ola bilərsiniz. Özünüzdə çox güclü bir enerji hiss edəcəksiniz.
Amma qarşınızdakı insanların sizə qarşı dayandığını düşünə bilərsiniz. Ona görə çox önəmli iş və qərarları mümkün olsa, 20 iyul ətrafına gətirməməyə çalışın. Saturn. Eşqdən iş sağlamlıq sınaqlarına keçid. Saturn artıq eşq evinizdən çıxır, son 2,5 ildə. Aşk həyatınızda nə istədiyinizi, nə tapdığınızı, həyatdan aldığınız zövqün haralarda azaldığını, övladınız varsa, onunla bağlı məsuliyyətlərin nə qədər ağırlaşdığını birbaşa yaşamış ola bilərsiniz. Xüsusi münasibətlərdə sərhədlərinizi gördünüz. Mən haraya qədər dözürəm, harada dayan deməliyəm sualının cavabını daha aydın gördünüz. İndi isə Saturn Qoç bürcünə keçir və qarşıdakı 2,5 il boyu iş, xidmət və sağlamlıq mövzularında sizi olğunlaşdıracaq. Bu prosesdə işinizdə sizi yoran düzənlər, gündəlik həyatınızda enerjinizi yeyib bitirən vərdişlər, tələskənliklə düşünmədən aldığınız iş qərarları, sağlamlığınızla bağlı yetərincə ciddiyə almadığınız mövzular tək-tək önünüzə gələcək. Baş bölgəsi, beyin funksiyaları, baş ağrıları, sinuslar, gözlər, qulaqlar kimi sahələr bu dövrdə daha həssas ola bilər. Bədəniniz buranı artıq ihmal etmə deyə siqnal verə bilər. Xüsusilə aprel ayı bu baxımdan önəmlidir. İş dəyişimi, yeni bir layihəyə başlama, sağlamlıqla bağlı mühüm addım atma kimi mövzular 17 aprel yeni ayı ilə gündəmə gələ bilər. Amma 17, 18, 19, 20 aprel günlərində blokaj, aksama, yorğunluq, dalğınlıq kimi təsirlər aktiv ola bilər. Olacaq mütləq deyil, amma ehtimal yüksəkdir. Bu tarixlərdə temponuzu biraz salmaq, özünüzü çox yormamaq, dincəlməyə zaman ayırmaq sizə yaxşı gələr. Çox işləyirsinizsə, bir dayanım, bir nəfəs alım, bədənimi də dinləyim deməyi unutmayın. Uran. Münasibətlərdən maddi sahəyə keçən fırtına. Son 7 il boyunca Uran sizin ikili münasibətlər və xüsusi həyat evinizdə idi. Bu müddətdə ani başlayan və ani bitən münasibətlər, qərarsız gediş-gəlişlər, bir cür düzənə girməyən birlikteliklər yaşamış ola bilərsiniz. İndi Uran pul evinizə keçir. Bu da qarşıdakı dönəmdə maddi mövzularda dalğalanmalara daha açıq olacağınız mənasını verir. Gəlirinizdə, xərcləmə düzəninizdə, qazanc formalarınızda gözlənilməz eniş-yoxuşlar görə bilərsiniz. Həyatınızı paylaşdığınız insanın pul mövzusundakı davranışı da bu dövrdə xeyli dəyişkən ola bilər. Onun işində və ya qazancında baş verən ani dəyişikliklər dolaylı şəkildə sizi də təsirləndirə bilər. Bunların hamısını qarşıdakı 7 il ərzində parça-parça təcrübə edəcəksiniz, əziz əqrəblər. Tutulmalar. Sosial çevrə, eşq, uşaqlar və ailə karsiyera xətti. İndi isə biraz da tutulmalara baxaq. 3 mart tutulması sosial çevrənizi və dostluq sahələrinizi hərəkətə gətirir. Bu dövr. Yeni insanlarla tanış olmaq, fərqli qruplara qoşulmaq, mühit dəyişdirmək üçün olduqca sürətli və sürprizlərlə dolu bir zaman ola bilər. Dostlarınızın həyatında da duyğusal, sarsıdıcı qərarlar gündəmə gələ bilər. 28 avqust ətrafındakı tutulma isə daha çox eşq həyatınızı və uşaqlarla bağlı mövzuları vurğulayır. Bu müddətdə aşk münasibətlərində ani qopmalar, yanlış anlamalar, sürətli reaksiyalar, bir anda yetər artıq deyib, körpüləri yandırma kimi hallara açıq ola bilərsiniz. Uşaq sahibi olmaq istəmirsinizsə, bu dövrdə xüsusilə diqqətli olmanızda fayda var. Sürpriz xəbərlər ala bilərsiniz. Körpə, uşaqla bağlı mövzular gözlənilmədən gündəminizin mərkəzinə düşə bilər. May və avqust ayları bu anlamda xüsusilə önə çıxır. 27 iyulda ay düyünləri Kova, Şir xəttinə keçir. Bu da 2026-nın ikinci yarısından etibarən ev, ailə, yuva mövzularını sizin üçün daha önəmli edir. Artıq yuvanız, ailə böyükləriniz, kökünüz, qurmaq istədiyiniz düzən üçün daha çox səy göstərməyiniz lazım olacaq. İşmi üstün tuta, karyeranı yoxsa ailəmi dilemmasına düşsəniz, göy üzü öncəliyin daha çox ailə və yuva tərəfi olmalı olduğunu xatırladır. 17 fevral tutulması. Ev, ailə, yuva sahənizi hərəkətə gətirir. Ev sahibi olmaq, daşınmaz əmlak alqı-satqısı, köçmək, kirayə işləri. Ev daxilində gözlənilməz dəyişikliklər bu tutulma ilə birlikdə gündəmə gələ bilər. Şərtlər sürətlə inkişaf edə bilər. Ev düzəniniz bir anda dəyişə bilər.
12 avqustdakı tutulma isə karsera sahənizdə baş verir. Karyera ilə bağlı vermək istədiyiniz mühüm qərarlar, yön dəyişikliyi, yeni vəzifələr, iş təklifləri bu dövrdə üzə çıxa bilər. Xüsusilə 12 avqustdan sonranı karyeranız adına atacağınız addımlar üçün daha güclü bir zaman kimi görə bilərsiniz. 12 noyabr ətrafında da yenidən karyeranızda diqqət çəkən bir hadisə gündəmə gələ bilər. Venüs və Merkuri Əqrəbdə. Böyük qərarlar üçün uyğun zaman deyil, 2 oktyabrda Venüs sizin bürcünüzdə retroya başlayır. Bu o deməkdir ki, 2 oktyabr 14 noyabr arasında münasibətlər mövzusunda, şəxsi imicinizlə bağlı, həyatımızın yönünü dəyişdirəcək böyük addımlarda tələsməməlisiniz. Böyük qərarlar, radikal dönüşümlər, qalıcı estetik əməliyyatlar, evlilik, boşanma kimi mövzularda gözləmək çox daha doğru olar. Satmaq tərəfdən bəzi şeylər gündəmə gələ bilər, amma algı üçün elə də uyğun bir proses olmayacaq. 24 oktyabrda Merkuri də Əqrəbdə geriyə hərəkətə başlayır. Beləcə oktyabr ayını ümumilikdə köhnə mövzuları gözdən keçirmək, bəzi həqiqətləri dərk etmək, öz reaksiyalarınızı müşahidə etmək, daxili hesabat aparmaq dövrü kimi görməyiniz çox daha yaxşı olar. Əlbəttə, həyat dayanmayacaq, kiçik addımlar atıla bilər, amma böyük başlanğıclar üçün bu dövrü pas keçmək daha ağıllıca olar. Digər önəmli tarixlər və ümumi hava. 10 fevral ətrafında eşq həyatınız canlana bilər, romantik təsirlər güclənər. 6 mart sonrası sağlamlığınıza daha çox fokuslanmaq istəyə bilərsiniz. 30 martdan etibarən ikili münasibətlərdə romantika, duyğusal paylaşım, ürəkdən ürəyə söhbətlər arta bilər. Ümumilikdə 2026-cı ildə çox danışılacağınız, həyatınızın önəmli sahələrində diqqət çəkəcəyiniz, iş və sağlamlıq mövzularını ihmal etməməli olduğunuz bir il içindəsiniz, əziz əqrəblər. Bilirəm ki, 2026 ili şansın bol olduğu, xəyalını qurduğunuz münasibətin qapınızı döydüyü, fürsətləri ən gözəl şəkildə dəyərləndirdiyiniz bir il olsun. Qəlbinizə və intuisiyanıza güvənməyi unutmayın.